Qoç, rəqibləri zəif saymayın, problemlərinizin mürəkkəb olduğunu qəbul edin. Belə olarsa bir çox çətinliklərin öhdəsindən gələ bilərsiniz. Nikbinlik və gücünüzə əminlik imkanlarınızı artıracaq. Uğursuz həmkarları qəbul etməyən insanlar sizinlə çalışmaq istəyəcəklər. Buğa, mənasız işlərə, oyunlara vaxt ayırmayın. Məhdudiyyətlərə fikir verməyin. Qarşınıza qoyduğunuz məqsədə doğru inamla, qətiyyətlə irəliləyin. Bugün məhsuldar əməkdaşlığın əsası qoyula bilər. Əkizlər, fəaliyyətinizdə kənar müdaxilələrə aqressiv yox, düşünülmüş reaksiya verin. Hədəfləri dəyişmək olar. Az effektli işləri dərhal dayandırın. Borcunuzu qaytarsalar və ya əlavə gəlir əldə etsəz, pullarınızı dərhal xərcləməyin. Xərçəng, risk və eksperimentlər nə qədər az olarsa, işlər bir o qədər yaxşı alınacaq. Peşə fəaliyyəti müstəvisində problemlər, anlaşılmazlıqlar ola bilər. Rəğbət bəslədiyiniz insanlara görə məsuliyyəti üzərinizə götürmək zərurəti yaranır. Şir, hadisələrin ritmi aşağı düşür. Özünüzü nigaran, narahat hiss edəcəksiniz. Sakitləşin, proseslərə süni müdaxilə etməyin. Bədbinliyə qapılmaq olmaz. Eyni vaxtda çox işə başlamayın. Prioritetləri yeniləmək olar. Qız, təfərrüatlara xüsusi diqqət tələb edən gündür. Nəyisə yeniləmək, dəyişmək, sistemləşdirmək lazımdır. Fəaliyyət prosesini daha məntiqli şəkildə formalaşdırın. Maraqlı işlərə daha çox vaxt ayırın. Tərəzi, yaxın ətrafınızdakı insanlarla münasibətləri sərinləşdirməyin. Qarşılıqlı anlaşılmazlıqlar sonradan narazılıq və münaqişəyə çevrilə bilər. Təmasların ənənəvi, adət etdiyiniz forması sizdə nigaranlıq hissi yaratmamalıdır. Əqrəb, hadisələrin ritmi sakit olsa da emosional durum stabil deyil. İşdəki problemlər yaxınlarınızla münasibətlərə təsir etməməlidir. Şəxsi həyatınızda köklü yeniliklər etməyə tələsməyin. Əks təqdirdə üstünlüklərinizin bir qismindən imtina etməli olacaqsınız. Oxatan, xoş xatirələrinizin olduğu məkanlara qayıtmaq istəyəcəksiniz. Hisslərinizə əsir düşməyin. Çoxsaylı ideyalar və təklifləri tələsik qiymətləndirməyin. Aldığınız məlumatları təhlil edin. Faydalı məqamları bir daha nəzərdən keçirin. Oğlaq, maddi perspektivlərinizi düzgün qiymətləndirin. Sərfəli olmayan qeyri-səmərəli işlərdən imtina edin. Çoxlu vaxt və qüvvət tələb edən, amma nəticəsi qənaətbəxş olmayan layihələrə əhəmiyyət verməyə dəyməz. Dolça, günün ilk yarısında mühüm işlərdən birini bitirə bilərsiniz. Gördüyünüz işlə bağlı narazılıq yeni işlərə başlamağa səbəb olmamalıdır. Səhvlər aşkarlanarsa tez bir zamanda aradan qaldırmaq üçün yollar arayın. Balıqlar, önəmli saydığınız sahədə əhəmiyyətli uğurlar vəd edən əlverişli gündür. Tutduğunuz yoldan sapmayın. Bu yol sizi məqsədə aparır. Yaxın ətrafınızdakı insanlar sizi dəstəkləyəcəklər. Amma o vaxta qədər bir sıra çətinlikləri həll edə bilərsiniz.